Salam, hər vaxtınız xeyir. YouTube kanalıma xoş gəlmisiniz yenidən. Bugün sizinlə cinsi maarifləndirmənin önəmindən danışacağıq. Özəlliklə də qadınlar üçün bu videom keçərli olacaq. Çünki bir neçə dəfə olub ki, mən qadınlarla kontaktda olmuşam, ünsiyyətdə olmuşam və onların cinsi terminləri belə heç eşitmədiklərini, termindən ziyadə cinsi işlək olan sözləri heç eşitmədiklərini belə şahidi oluram və bunun necə bir şey olduğunu bilmədiklərinin də şahidi oluram. Hətta Instagramda, TikTokda video paylaşıram və bəylər yazırlar ki, bu nə videolar da paylaşırsınız. Güya bunları bilməyən var. Mən görürəm ki, bunları bilməyən şəxslər var və bunu etmək ehtiyacı duyuram. Cinsi maarifləndirmənin yanlış olmasının fəsadlarından danışacağam sizə. Özəlliklə də ilkin cinsi birləşdirmə zamanı qadınlarda yaranan o qorxu, narahatlıq, eyni qaydada kişilərə də aiddir bu, o ayrı məsələdə. Amma özəlliklə dediyim kimi qadınlarda gördüyümə görə bu barədə bəhs eləmək istəyirəm. Ümumiyyətlə, gəlin baxaq ki, siz cinsi birlikdəlik haqqında indiyə qədər nələr eşitmisiniz, hansı təcrübələriniz var, hansı beyninizdə fikirlər var. Bunu istəyirəm düşünəsiniz. Bəlkə gələcəkdə biz müəyyən testlər üzərindən də buna baxarıq. Amma istəyirəm ki, bir düşünəsiniz ki, indiyə qədər cinsəllik haqqında nələr eşitmisiniz? Özəlliklə də ilkin birləşmə zamanı. Niyə məhz bu sualı verirəm sizə? Nə gələn şəxslər bir çox hallarda danışdığı кейslərdən, nümunələrdən görürəm ki, heç də xoş bir cinsəlliklə bağlı xoş bir təəssürat yaradılmayıb onlarda. Və hətta qadınlarda belə bir düşüncə var ki, cinsəllik kişilər üçündür, kişilərin həzzi üçündür, qadına bu aid deyil və sadəcə kişini tətmin etmək üçün var olan bir şeydir. Hansı ki, bu belə deyil və mən istəyirəm bu mifləri beynimizdən tamamilə yıxaq. Bayaq sual vermişdim ki, nə eşitmisiniz, maariflənməniz nə olub ilk cinsəlliklə bağlı? Adətən mənim gördüyüm o yanlışlar və mifləri qısa da olsa sizin üçün sadalayacağam. Adətən birincisini vurğuladım ki, qadınlar həzz almır, belə bir düşüncə var. Halbuki öz bədənini tanıyan, bunu da hamısını açmaq istəyirəm bir-bir. Öz bədənini tanımaq nə deməkdir? Bizim bədənimizin müəyyən həssas cinsi həzz nöqtələri var. Hansı ki, bu qadında da, kişidə də var. Heç bir fərqi yoxdur. Cinsi ayrımlıq burada. Bu həzz nöqtələrinə toxunanda siz özünüz və yaxud da ki, qarşı tərəf daha çox ehtiraslanırsınız. Qadınsınızsa daha çox sulanma baş verir və daha çox xoş olur sizə. Əgər siz bu həzz nöqtələrinizi tanıyırsınızsa, öz bədəninizi tanıyırsınızsa, cinsi birlikdəlik zamanı tutaq ki, hansısa bir pozada, yəni hansı vəziyyətdə, bu sözü də bilmirsinizsə, tutaq ki, hansı vəziyyətdə olmaq sizə xoşdursa, bunu bilirsinizsə, qorxmursunuzsa, rahatdırsa, özünüz güvəndə hiss eləyirsinizsə, əlbəttə cinsi olaraq həzz ala bilərsiniz. Hətta mən bir yazıda oxumuşdum ki, qadınlar kişilərə nisbətən bir neçə dəfə daha bədəni ilə orqazmı, yəni həzzi yaşadığına görə daha çox həzz alırlar. Belə bir kitabdan bir hissədə oxuduğum olmuşdu. İkinci bir mif budur ki, məsələn, özəlliklə də ilkin cinsi birləşmə həddindən ziyadə ağrılı olur. Bu da bir mifdir. Özəlliklə burada dayanmaq istəyirəm ki, cinsi maarifləndirmə necə olubdur? Bizə uşaqlıqdan bəri öyrədirlər ki, bu özəlliklə də yengə məsələsi var, bilirsiniz. Var idi, indi mənə elə gəlir, çox azalıbdır bu məsələ. Mütləq ilkin cinsi birləşmədə qan axmalıdır, bəlli bir qan axmalıdır və buna görə də bir yengə olmalıdır və bakirəliyi təsdiqləməlidir. Halbuki ədəbiyyatlar deyir ki, əgər ön sevişmə olarsa, qadının bədəni tam hazır olarsa, ilkin cinsi birləşmə zamanı bu qanaxma ya demək olar ki, olmur, ya da ki, çox az çəhrayı rəngdə bir maye gələ bilər. Bu şəkildə olur. O gələn qan isə nəyin göstəricisidir? Əgər bədəniniz qorxursa, sıxılırsa, gərgindirsə, baxın, bu da maarifləndirmənin nəticəsidir. Deyiblər axı, qadın həzz almır, o qorxuludur, ağrılıdır, incidən bir prosesdir deyildiyinə görə qadın bədənini sıxır. Hətta şuurlu olaraq qəsdən yox, bəzən şuursuz olaraq sıxır, gərginləşir və gərginləşəndə vaginanın divarları da gərginləşir. Və buna görə də penis daxil olanda ora
o gərginlikdən vaginanın divarları qanamağa başlayır. O qan vaginanın divarının qanıdır. Bu şəkildə. Üçüncü mif isə o pərdənin bütöv olduğu və məhz buna görə cinsi birləşmənin, özəllə də ilkin cinsi birləşmənin çox ağrılı olduğudur. Xeyr, bu belə deyil. Onun forması, o pərdənin forması fərqlidir. İnsandan insana dəyişir. Bəziləri kiçik deşikli, bəzilərinki sadəcə bir deşik olur, bəzilərində nisbətən böyük deşik və s. və axır bu şəkildə ola bilər. Bu da individualdır. Və hələ ki bir neçə dənəsini saydım, xatırlayanda o biri dəqiqələrdə də digər mifləri sayaram. Amma uşaqlıqdan bəri bizə yeridilən nədir? Mütləq bakir olmaq lazımdır. Və biz ilkin cinsi birləşməyə girəndə ağlımızda şey olur. Birdən məndən qan gəlməsə necə olacaq? Birdən oğlan mənim bakir olmadığımı düşünsə necə olacaq? Mənim dırnaq içərisində qız olmadığım çıxsa bu necə olacaq? Bu şəkildə. Ya da lap toy gecəsi bir yerdə olmursunuz. Ümumiyyətlə partnyorunuzla bir yerdə olmağı seçirsiniz. Əgər cinsi münasibətin qadağa olunduğu bir ailədə, çox konservativ bir ailədə böyümüsünüzsə, bədəniniz avtomatik olaraq bu prosesdə gərgin ola bilər. Özünü güvəndə hiss etməyə bilər. Və yaxud da ki, travmatik bir keçmişiniz olubsa, tutaq ki, bir təcavüz keçmişiniz varsa, bir kişilər tərəfindən tutaq ki, bir birləşmə yaşamamısınızsa belə, sadəcə bir toxunma, sürtünmə və s. bu tipli şeylər də ola bilər. Belə bir şeylər yaşamısınızsa, yenə eyni qaydada bədəniniz gərgin və narahat ola bilər. Heç nə hiss eləməyə bilərsiniz. Və təəssüf ki, bu cəmiyyətimiz tərəfindən bu tipli şeylərin, özəlliklə qadınlar üçün qorunub saxlama ehtiyacı, mütləq orada kişinin bəyəndiyi vəziyyətdə olmalısan, stildə olmalısan kimi tələblərin qoyulması biz istəsəydi, istəməsəydi bizi qorxudur. Bizə çoxlu hekayələr danışırlar. Filankəs xalanın qızının başına belə bir şey gəlmişdi, çox ağrımışdı, qan apardı, hətta apardılar xəstəxanaya. Filankəsin qızı o qədər pis vəziyyətdə idi ki, o qədər ağrıyırdı ki, o ümumiyyətlə bir yerdə ola bilmədi, aylarla bir yerdə ola bilmədilər. Həkim gəzdilər, nə bilim, qorxusunu götürmək üçün qorxuluq götürən çıldığa apardılar, nə bilim, nə etdilər və s. və axır. Amma bu şeylərin elmi adı var, vaginizmdir, bədənin narahatlığıdır və digər psixoloji faktorlardır. Yenə deyirəm, bir ağlınıza gətirin, cinsi münasibətlə bağlı, hər şeyi qoyuram, bu münasibətdə qoyuram, menstruasiya ilə bağlı, qadınlıqla bağlı sizə nə öyrətmişdilər, nəyə olmaz demişdilər, nə qadağan olunmuşdu, nə ayıb hesab olunurdu. Bunlar çox önəmli detallardır bizlər üçün. Sadəcə bizə lazımdır ki, ilk növbədə maariflənək. Çox vacibdir bu. Dediyim kimi, bu öz öhdəmə götürdüyüm şeylərdən biridir. Yavaş-yavaş bu tipli videolar çəkmək istəyirəm. Bir-bir. İşte orqazmın necə olduğu, digər şeylərin nə olduğu, necə daha savadlığı arta bilərik. Bu barədə istəyirəm danışaq, rəylərdə də yaza bilərsiniz mövzu təkliflərinizi və s. və axır. Amma bilin ki, bu kişinin də, qadının da ən təməl haqlarından biridir. Hətta Maslow'un bir piramidası var, belə bir baxsız üçbucaq şəklində. Ən aşağıda ilk təməl ehtiyaclarımızdan biri də cinsi tələbatlarımızdır. Və bunu əgər siz ağrılı, qorxulu, ancaq kişinin həzz alacaq, biləcəyi, ancaq onu tətmin eləməliyəm düşüncəsi ilə güvənsiz bir şəkildə girəndə, əlbəttə ki, siz orada özünüzü istifadə edilən bir obyekt kimi görəcəksiniz və heç bir həzdən də, zövqdən də söz gedə bilməz və bir müddətdən sonra özünüzün tükəndiyinizi, bədəninizin tükəndiyini hiss eləyəcəksiniz fonda. Ona görə də bunu araşdırmaq, daha sağlamı nədir, bizi necə harda aldadıblar, istəyərəm onları bir list eləyəsiniz, nələr sizə qorxulu gəlir və bu barədə araşdıraq, mənə yazın, mən videolar çəkim və bu stereotipləri gəlin beynimizdən qıraq. Videonu izlədiyinizə görə təşəkkür edirəm, minnətdaram. Gəlin görüşlərə dəyək.